44 günlük 2-ci Qarabağ müharibəsində Vətən müharibəsi əlilləri səngərdə can verib, ayaqda qalan iradənin simvolu oldular. Onlar bədənlərində döyüşün izlərini, ruhlarında isə zəfərin işığını daşıdılar. Onlardan biri də Tağıyev İkram Süleymanoğludur. O 1970-ci il fevral ayının 4-də Zəngilan rayonunun Beşdəli kəndində anadan olub. 1977-ci ildə Zəngilan rayon şəhər məktəbində 1-ci sinifə daxil olur. 1987-ci ildə həmin məktəbi bitirdikdən sonra Türkmənistan Respublikasına həqiqi hərbi xidmətə yollanır. 1990-cı ildə həqiqi hərbi xidməti bitirdikdən sonra vətənə qayıdan İkram Tağıyev torpaqlarımızı yağı düşməndən qorumaq üçün Zəngilan rayonunda özünün müdafiə dəstəsinə qoşulur. İkram Tağıyev hərb sənətinin sirlərinə dərindən yiyələnmək üçün təlim-tədris mərkəzinə daxil olur. O kursları bitirdikdən sonra leytenant kimi xidmətə davam edir. 1-ci Qarabağ müharibəsində onun qardaşı Şükran Tağıyev şəhid olub. 1994-cü ilin yanvarında Horadizin azad olunması uğrunda gedən döyüşlərdə İkram Tağıyev 3 yerdən güllə yarası alır. O aldığı xəsarətlərdən ordu sıralarından təxris edilir. 2020-ci il 2-ci Qarabağ müharibəsində İkram Tağıyevin vətənə olan sevgisi onu yenidən döyüşlərə qatılmağa vadar edir. İkram Tağıyev Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərir. O Qubadlının Yazı düzü istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İkram Tağıyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən Qubadlının azad olunmasına görə medalı ilə təltif edilib. O həmçinin Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunub.